Deməli dostlar, hər vaxtınız xeyir olsun. Bu mənim növbəti tələbəm. İnşallah ki, bunun da sertifikatını veririk. Qardaşımız əsgərliyə yola düşür. Əsgərlikdən qayıdandan sonra sənəti davam edəcək. Arif, sənə uğurlar arzu edirəm. İnşallah ki, bu sertifikatı hər adama vermirəm mən. Verdiyim adamlarda buna layiq olan adamlar olur. Hansı ki, bu sertifikatı hak edirlər. Sən həqiqətən ədəb ərkanınla, sənəti götürməklə bunu hak elədin. Sənə ilk öncə bu sənətdə səbir, dözüm və səlqə səhman, abır-hayanı necə yanında gözləmirsən, bu sənətdə də eyni abır-hayanı yenə gözləyəcəksən. Çalış ki, bərbərlik gözəl sənətdir. Bu sənətə ki, mənimsəmirsən, bu sənəti davam elə. Sənə xeyirli, düşərli olsun. Allah ruzunu bol eləsin, canın sağlam olsun. Nə ki, sənətdə işləyəcəksən, həmişə bu sözü yadında saxla ki, müştərilər və sadiq ol. Gün o gün olsun inşallah, özünün də tələbələrin olsun. Mənim 64-dən çox tələbəm olub, özümün 11 illik bərbər fəaliyyətimə baxmayaraq 64 dənə tələbə öyrətmişəm. Bu mənim üçün çox uğurlu, çox gözəl bir nəticədir və bu uğurlu, gözəl nəticənin içində sən də varsan. Allah Teala sənə bu sertifikatda xeyir versin və sənətində xeyir versin. İnşallah ki, düşərli olar sənə. Yaxşı,